Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sosial sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfəri əhatə etmişdir. Nəticədə bu dövrdə minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əmək haqqı isə 2 dəfəyədək artmışdır. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatmışdır. Ünvanlı dövlət sosial yardımının orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artmışdır. Cari ildən icrasına başlanmış yeni sosial islahat paketi isə 3 milyon nəfəri əhatə edir və bu məqsədlə dövlət büdcəsindən illik 1,4 milyard manat əlavə vəsait ayrılmışdır. Şəhid ailələrinin və müharibə əhlilərinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzində saxlanılmış, post-müharibə dövründə Nazirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 131 min unikal şəxsə 384 min xidmət göstərilmiş, o cümlədən müavinət və təqaüdlər orta hesabla 2 dəfəyədək artırılmış, mənzil və avtomobil təminatı, məşğulluq məsələlərinin həlli, sosial-psixoloji dəstək və reabilitasiya xidməti təqdim edilmişdir. Həmçinin Böyük Qayıdış proqramı çərçivəsində Nazirlik tərəfindən keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məşğulluğunun və sosial rifahının təmin edilməsi üçün tədbirlər davam etdirilmişdir. Ölkəmizdə fəaliyyət göstərən dost mərkəzləri də sosial xidmət sahəsində innovativ model kimi beynəlxalq miqyasda nümunə kimi göstərilir. İndiyədək 9 dost mərkəzi, filial və məntəqəsi üzrə təqdim edilən 161 xidmət vasitəsi ilə 3 milyon 400 mindən çox vətəndaşa xidmət göstərilmiş, ümumi vətəndaş məmnuniyyəti 98,4% təşkil etmişdir. Qeyri-formal məşğulun azaldılması istiqamətində görülən tədbirlər sosial ədalətin güclənməsi və iqtisadi şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan əmək bazarında da müsbət dinamika müşahidə olunmuş, görülmüş işlər nəticəsində ölkə üzrə əmək müqavilələrinin sayı 46%-dən çox, əmək haqqı fondu isə 3 dəfədən çox artmış, işsizlik səviyyəsi isə hazırda 5,3% təşkil edir. Sosial müdafiə sahəsində rəqəmsal texnologiyanın tətbiqi sürətlə genişlənir. E-sosial portalı vətəndaşlara pensiya, müavinət və sığorta hüquqları üzrə real vaxt rejimində məlumat almaq, prosesləri izləmək və müraciət etmək imkanları təqdim edir. Nazirlik tərəfindən göstərilən 159 xidmətin 90%-dən çoxu elektronlaşdırılmış, onlardan 60-ı isə proaktiv qaydada hazırda təqdim olunur. Ötən müddət ərzində 1,2 milyondan çox şəxs proaktiv xidmətlərdən faydalanmış, bu isə rəqəmsallaşmanın sosial müdafiə sahəsində əhəmiyyətini bir daha təsdiq edir. Son illər ərzində Dövlət Sosial Müdafiə Fondunda geniş islahatlar həyata keçirilmişdir. Qurumun 82 xidməti elektronlaşdırılmış, strukturu optimallaşdırılmışdır. Vaxtilə 77 qəbul şöbəsi ilə fəaliyyət göstərən fond bugün 8 mərkəzi və 19 regional filialla vətəndaşlara xidmət göstərir. Sosial ödənişlərin həyata keçirilməsi mərkəzləşdirilərək tam şəkildə elektronlaşdırılmışdır. Hazırda hər ay 2,3 milyondan çox vətəndaşa pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardım üzrə ödənişlər mərkəzləşmiş qaydada həyata keçirilir. Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı daha da artırılmış, son 6 ildə fondun ümumi gəlirləri 2 dəfədən çox, sosial sığorta haqqları üzrə gəlirləri isə 2,7 dəfə artmışdır. Sosial sahədə aparılmış islahatların nəticəsi olaraq isə əhaliyə ödənişlərlə bağlı xərclər isə 2 dəfəyə yaxın çoxalmışdır. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu 2023-cü ildən başlayaraq investisiya fəaliyyətinə başlamış, yaranan sərbəst vəsaitlərini dövlət qiymətli kağızlarla və banklara yerləşdirməklə fiskal dayanıqlığa və real sektorun inkişafına dəstək verməkdədir. 2022-ci ildən isə dövlət
icbari şəxsi sığorta sahəsində idarə etmə Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Görülmüş işlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Belə ki, 2024-cü ildə Nazirlik üzrə 116 beynəlxalq mükafat, Nazirlik ümumilikdə 116 beynəlxalq mükafatla təltif olunmuş, Dövlət Sosial Müdafiə Fondu isə ISO-nun 5 beynəlxalq standartı üzrə sertifikatlaşdırılmışdır. Bu nailiyyətlər keyfiyyət, şəffaflıq və institusional səmərəliliyin bariz ifadəsidir. Müasir dövrdə texnoloji tərəqqi və qlobal dəyişikliklər fonunda sosial müdafiə sistemlərinin qarşısında yeni çağırışlar formalaşmaqdadır. Əmək bazarının transformasiyası, qeyri-standart məşğulluq formalarının artması, əhalinin strukturundakı demoqrafik məsələlər, habelə iqlim dəyişikliyi və süni intellektin geniş tətbiqi mövcud sistemlərin çevikliyini və dayanıqlığını təmin etməyi zəruridir. Diqqətinizə görə təşəkkür edir. Hər birinizə uğurlar arzu edirəm.